Nə bilim, indi məni də tanıyıblar nəyə görə. Mən də Videoların insanları qarşıma çıxıb, götürsənə, bəli. mən insanları qəşəng söyə bilirəm. İnsanları qəşəng söyə bilirəm. Vaxtında qəşəng döyürdüm də. Bildin necə? Vaxtında da çox tutuldum da döydüklərimə görə də. Bildin necə? Ona görə də durduğu qardaş. yerdə, yəni deyirsən durdu. İnsanlar elə ürəyim istəyəndə döyürəm də qardaş. Mən bir dənə Yox, dəlillik durduq aldım. yerdə İstəyəndə adam döyürəm. Yo, durduq yerə yo nəsə olur ki söyürəm. Bu məsəl sən nəsə edirsən, bir də gördüm ki, yəni yenə nəsə buradan buraxdım da. Ona görə də çalış onu eləmə. Biz burada elə söhbət 3 ildir qardaş sakit başımı bir dənə qulaq asma. 2-3 ildir sakit yaşayıram. İstəmirəm ki, əvvəlki kimi başlayam burada nəsə deməyə, kimisə tutub nə bilim ağzını, burnunu qırmağa. Qardaş uzaqlaşmışam ondan. YouTuberlik edirəm. YouTuberam mən. şeydə Qaytarmıram da bir. monitor arxasından. Seriz monitor edirsən qardaşım. Necə edirsən? Yo, mən monitor, yo, sən əgər sənə maraqlıdır Tofiq, mən məsələn monitor arxası eləməyəcəm. Sənə maraqlıdırsa, sən mən nömrəvi verərsən. Aha. Mən bax gör monitor arxası edirəm yoxsa yox. Sən harda Əgər sənə yaşayırsan? maraqlıdırsa həqiqətən. Mən Bakıda yaşamıram, mən qış Moskvada yaşayıram. Nətər Başa mən düşürsən? sənə verim ki, mən başa düşmədim. Sən mən qulaq as da bir dənə də. Mən sənə demirəm nömrə ver. Mən sənə deyirəm ki, sən deyirsən monitor arxası deyirsən, monitor arxası edirsən bunu. Mən də sənə deyirəm ki, qardaş, mənim Bakıda olub olmamağım rol oynamır. Mənim elə bir dost tanışım var ki, elə bir ki mənəm orada. Necə ki onun Moskvada Mən problemi səninlə olsa, elə söhbət edeyim ki, bizim aramızda belə semniyə söhbət olmuyor. Ciddi bir şey məsələ olmuyor. söhbət ola da bilməz. Yox, Deyirsən qardaş, nömrə yox, ver. Nömrə nəyə layiq Səninlə söhbət ola da bilməz. Bilməm anlata bildim. Yox, sən mənə deyirsən ki, monitor arxasıysa, mən də sənə deyirəm ki, istəyirsənsə bilməm, monitor arxasından bu Sən eləmirəm. neynəmək istəyirsən? Mən sənə qulaq asıram, görüm bayaqdan yəni fikrin nədir? Mən sənə dedim də bayaqda, dedim vaxtında qardaş, çox adam döymüşəm, çox adam da söymüşəm, başa düşürsən? Mən sənə onu dedim. Onun bizim Ekran kaydı var, belə ürəyin istəyib paylaşasın hardasa. Mən sənə cavab verirəm, sən imkan verirsən, tappa taraf danışırsan, bir gözlə də bir axıra kimi qulaq as, Buyur. sual verirsən, Okey, buyur. sualın